Değerli izləyicilər, videonu bəyənib kanala abunə olun ki, hər kəs son xəbərlərdən anında məlumatlansın. Azərbaycanda 2026-cı ilin aprel ayında bayram və ya hüzn günü ilə bağlı qeyri-iş günü olmayacaq. Aprel ayında yalnız şənbə və bazar günləri istirahət günü hesab olunacaq. 5 günlük iş həftəsi üzrə bu ayda ümumilikdə 8 gün qeyri-iş günü olacaq. Qeyd edək ki, 2026-cı ildə ən çox qeyri-iş günü mart ayına düşür. Bu Novruz və Ramazan bayramlarının eyni aya təsadüf etməsi ilə bağlıdır. Bakının Binəqədi rayonunda naməlum şəxsin dələduzluq etməsi və binalardan birində quraşdırılan liflərin yaddaş panelini oğurlaması barədə polisə məlumat daxil olub. AzXəbər.com xəbər verir ki, polis əməkdaşlarının keçirdikləri tədbirlərlə dələduzluq və oğurluq əməllərini törətməkdə şübhəli bilinən 38 yaşlı Mehdiyev müəyyən olunaraq saxlanılıb. Binəqədi rayonu ərazisində Porsche markalı avtomobildən qulaqcıq oğurlamaqda şübhəli bilinən 30 yaşlı Kamallı, mağazaların birində isə pul, notebook və tütün məlumatı oğurlayan 34 yaşlı Abdullayev də polis əməkdaşları tərəfindən müəyyən olunaraq saxlanılıb. Faktlarla bağlı araşdırmalar aparılır.